Hər kəsə salam. Uzun zamandır ki, icmalda yox idim, amma bugün elə bir məhsulla gəlmişəm ki, bu məhsulu başqa birinə həvalə edə bilməzdim. Bəli, bugün icmalımızın qəhrəmanı Philips brendinə məxsus saç buran fen olacaq. Elə mən də bugün bu fenlə hazırlaşacağım və sizinlə birlikdə bu fenin üstünlüklərinə baxacaq. Hələ ki yeni başlamışam, amma yaxşı gedir. Fenin əsas üstün cəhətlərindən biri mənə görə isti ilə təmasımızı kəsməsidir. Çünki saçlarına mənim kimi tez-tez buranlar bilir ki, ya alnımızı, ya əlimizi, ya da boyun nahiyəmizi, hətta üz nahiyəmizdən belə ehtiyatlı olmalıdır ki, istili təmas olmasın. Amma bu fenin əsas üstünlüklərindən biri odur ki, nə qədər temperaturda qızsa da heç bir halda bədənlə təmasda yandırmır. Əgər bu səsi eşitdinizsə, o deməkdir ki, saçınız artıq vurulub. Mən hələ də çıxartmıram ki, görün fenin sensoru necə olacaq və gözləyirəm. Artıq xəbərdar verir ki, saçı fendən çıxartmaq lazımdır. Yeri gəlmişkən fenin üzərində 5 düymə var. Biri yandırıb söndürmək üçün düymədir, digəri dərəcəni təyin etmək üçündür. 3 dərəcədə təyin edilir, 170, 190 və 210 dərəcə və əsas ən çox bəyəndiyim hissəsi 8, 10 və 12 saniyədə siz təyin edə bilərsiniz. Təyin etdikdən sonra digər düymə sağa yoxsa sol istiqamətli saçları vurmaq üçün təyin edir və ən son düymə artıq saçı bura yerləşdirdiyiniz zaman sıxılı saxlayırsınız və o saçı vurmağa başlayır. Eşitdiyiniz, az əvvəl eşitdiyiniz səslər isə sizin saçınızın tam hazır olduğuna dair. Mən 12 saniyəyə qoymuşam, 12 saniyə sonra siqnal səsi vermiş olur. Budur, yekunlaşdım və əgər sizə də bir ipucu verim ki, saçlarınızın təbii dalğalı görünməsini istəyirsinizsə, onları mütləq darayın, amma isti yox. Elə mən də biraz soymağını gözləyəcəm, daha sonra iri dişli daraqla darayacağım və görüşə hazıram. Mən hazıram, yollanıram öz işlərimin arxasınca. Siz isə yol alırsınız İrşadın mağazalarına və bu feni sərfəli şərtlərlə əldə edirsiniz. İstər mağazalardan, istər saytdan, istərsə də mobil tətbiqdən bu feni sifariş edə bilərsiniz. Ətraflı məlumat üçün Ulduz 0171 nömrəsi də xidmətinizdədir. Növbəti icmalda görüşərik. Hələlik.